Fevralın 8-i səhər saat 7 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən restoranların birində quldurluq hadisəsinin baş verməsi barədə polisə məlumat daxil olub. Zərər çəkən şikayətində bildirib ki, çalışdığı restorana hücum edən maskalı şəxslər ona dəmir parçası ilə fiziki zor tətbiq edərək obyektin kassasında olan 3100 manat nağd pul və 1100 manat dəyərində planşeti talayıblar. Hadisə yerində Nəsimi rayon polis idarəsinin və 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Eltun Mahmudov və Amil Rəhmətov saxlanılıblar. Amma araşdırmaların gedişi zamanı polis digər qaranlıq məqamlara da aydınlıq gətirib. Həmin şəxslər özünü zərər çəkən şəxs qismində istintaqa təqdim edən Amal Kakayevlə əlbir olduqlarını və quldurluq görüntüsü yaradaraq polisə yalan məlumat verdiklərini bildiriblər. Biz Amal, mən və Eltun bir həftə əvvəl belə planlaşırdıq ki, oğurluq edək. Onlar gəldi, səhər saat 7-yə qalmış, gəldi, girdi içəri. Mən bel çantamla içəri daxil oldum. Obyekti daxil olub, kassana nə qədər pul varsa hamısını götürdüm. Polisə zəng vurdum, sonra nəzarətçiyə zəng vurdum, uran müdürüsünə zəng vurdum, çıxdı, gəldi orada. Onlar əvvəlcədən əlbir olub cinayət əlaqəsinə girərək restoranın kassasını talamaq üçün bu üsula əl atıblar. Tədbirlərin davamı olaraq Amal Kakayev də saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.